Salam hörmətli izləyicilər. Yenə də sizə WhatsApp kanalımızda paylaşdığımız dim əsaslı sualların izahını vermək istəyirəm. Qeyd edim ki, artıq bu üçüncü izahdır. Hər gün biz 5-6 dim əsaslı suallar paylaşırıq WhatsApp kanalımızda və sonra da izahlarını veririk. İndi keçək birbaşa suallara. Burada yazılıb ki, bünövrəsi dərin olmayanların mərtəbəsini artırmaq içəridəkilər üçün deyil, həm də ətrafdakılar üçün təhlükəlidir. Cümlədəki isimlərin hallarını ardıcıllıqla müəyyən edin. Burada uşaqlar biz birinci növbədə baxmalıyıq ki, isim hansıdır. Əgər bizdən isim soruşulursa, nə etməliyik? Yalnız isimlərə baxmalıyıq. Bünövrəsi. Bir isim budur. Əvvəl isim tapaq. Dərin olmayanların mərtəbəsini artırmaq içəridəkilər üçün deyil, həm də ətrafdakılar üçün təhlükəlidir. Yalnız iki isim var uşaqlar. Bünövrəsi dərin olmayanlar. Bünövrəsi dərin dedikdə bu artıq adlı haldadır. Adlı haldadır. Mərtəbəsini artırmaq nəyi? Bu da hansı haldadır? Təsirlik. Cavabımız olur adlıq təsirlik. Y bəndi. Baxaq. Y bəndinə 9 nəfər işarələyib. Y bəndi doğru cavab idi. İkinci sual. İcbar növ fiilləri müəyyən edin. Ütülət, mişarlat, möhürlət. Əvvəlcə icbar növü biz yadımıza salaq uşaqlar. İcbar növü şəkilsi hansı idi? Dır, t. Dır və t şəkilsidir. Bu şəkilçilər, təkcə bu şəkilçi varsa icbar növ deyə bilmərik. Əvvəl şəkilçisini tapırıq, sonra mənasına baxırıq. İcbar növdə iş görən başqasıdır. Başqasına iş gördürür. Görürük ki, baxın, Y bəndi ümumiyyətlə dır-tı yoxdur. D bəndində yoxdur. Qanadlandır, varlandır, dərdləndi. Baxın, bu dərdləndi sözündə də yoxdur. Tumarlandı sözündə də yoxdur. Sadəcə qaldı A bəndi. Belə rahat üsulla da tapa bilərsiniz. Ütülət, məsələn, sən köynəyini ütülət. İş görən sənsənmi? Xeyr, başqasıdır. Mişarlat, yenə iş görən başqasıdır. Möhürlət, yenə də başqasıdır. Cavabımız oldu burada A bəndi. Çək digər suala. Digər sual, sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Bu hökmlü söz olmalıydı. 11 nəfər düzgün işarələyib. Bunu biz demişdik ki, YouTube postunda da yazmışdıq və izahını da burada vermişdik. Baxın, burada linkini paylaşmışam. Sonra düzgün yazma birlikdə öyrənək rubrikasında doğru variantı seçin. Ümumiyyətlə, vitse sözü sözlərlə defislə yazılır. Yəni, bitişik yazılmır, defislə yazılır. Bu üçüncüsündə də prezi burada buraxılıb, ona görə yanlışdır. Cavab oldu vitse-prezident, yəni B bəndi. Sonra digər sual. Fiillərdən birinin kökü amonim səciyyəli deyil. Biz yalnız burada köklərə baxmalıyıq. Düzüldü sözün kökü düzmək, yazıldı yazmaq, satıldı satmaq, dondurulmuşdu donmaq, azğınlaşmışdı azmaq. Bir baxaq. Düz sözü amonimdir, bəli. 5 dənə nitq hissəsi olur düz sözü. Bunu çıxırıq. Yazıldı yaz amonimdir isimlə. Donmaq, don, paltar, bu da amonimdir. Azğınlıq, azmaq, bir də var az, çox, say, bu da amonimdir. Cavabımız oldu sat. Sat sözünün amonimliyi yoxdur. Ona görə cavab oldu C bəndi. Kök 2 leksik 2 qrammatik şəkilçidən ibarət olan sözü müəyyən edin. 2 leksik 2 qrammatik. Biz bir-bir sözləri təhlil edək. Tikindidəyik. Tik sözün kökü tikinmək sözü olmadığı üçün uşaqlar inti şəkilçidir. D hal şəkilçisidir. Yik də şəxs şəkilçisidir. Mən burada 1 leksik 2 qrammatikdir. Ona görə A bənd çıxdı. Sevinəcəklər sözün kökü sevinməkdir. Bu sözdə diqqətli oluruq. Çünki sevinmək sözün kökü sevinmək deyil. Əcək, gələcək zaman lər şəxs şəkilçisi. Burada leksik şəkilçi yoxdur. İstəkillərimiz, bunu saxlayaq. Üzümlükdədir. Üzüm sözün kökü lük leksik, D qrammatik, dir qrammatik, amma bizə bir leksik oldu burada. Dinləyicilərimiz sözün, dinlə sözün kökü, ici leksik şəkilçi, lər, imiz də qrammatik şəkilçi. Burada da bir leksik şəkilçi var. İstəkillərimiz deyəndə istə sözün kökü, ki leksik şəkilçi, istəkli, li leksik şəkilçi, lər qrammatik, imiz qrammatik. 2 leksik, 2 qrammatik şəkilçi oldu mu? Bəli, oldu. Cavabımız C bəndi. 9. Üçüncü suala baxaq. Üçüncü sualda deyilir, mənsubiyyətə görə dəyişmə baxımından biri fərqlidir. Ümumiyyətlə dilimizdə bəzi sözlər var ki, mənsubiyyətə görə dəyişəndə y bitişdirici samitindən istifadə olunur. Bunlar hansılardır? Mənbə, mənafi, mənşə, tale, mövqe və su və nə söz. Su, bir də nə sözlər var ki, bunlar mənsubiyyətə görə dəyişəndə y-dan istifadə olunur. Məsələn, bir nümunəyə baxaq biz burada. Məsələn, şüşə sözü. Bir var şüşəsi, şüşəm, şüşən, şüşəsi. Bir də var taleyim, taleyin, taleyi. Və yaxud xalası, meyvəsi, macərası deyirik, amma talesi desək səhvdir. Taleyi, taleyimiz kimi
Mənsubiyyətə görə dəyişir. Demək cavab oldu. B bəndi tale. Digər sual. Bu sözlərdən birinə saitlə başlayan H şəkilsi artıqlı söz kökünün son hecasındakı sait düşmür. Biz bu sözləri ikiyə ayırmışdıq uşaqlar. Bu sözlər bir var idi milli sözlər, bir də var idi alınma sözlər. Milli sözlər qeyd etmişdik ki, daha çox bədən üzvlərinə aiddir, bədən üzvləri idi və milli sözlər yalnız mənsubiyyə şəkilsi artıranda düşürdü. Alınma sözlərə isə hal və mənsubə şəkilsi artıranda düşürdü. İndi biz burada görürük ki, ümumiyyətlə belə bir dənə sual görəndə uşaqlar baxın, belə bir sual gördünüz. Heç bu sualı oxumadan da məntiqlə tapmaq mümkündür. Gördünüz ki, burada yazılıb cisim, sətir, ömür, şəkil, çiyin. Artıq bilirik ki, bu sual nədir? Bu sual hansı sual olacaqdır? Bəzi iki hecalı sözlərdə son isimlərdə son saitin düşməsi. Burada fərqli olan bir dənə çiyindir. Baxın. Burada sadəcə yaza bilərdilər ki, biri fərqlidir. O zaman hansı olacaq? Çiyin. Çünki çiyin milli sözlərə aiddir. Digər 4-ə alınma sözlərə aiddir. 10 nəfər bunu düzgün yazıb. Yəqin ki, bu qayda sizə aydın oldu. Azaltma dərəcəsində olan sifətləri müəyyən edin. Azaltma dərəcəsində olan sifətlər burada hansılardır? Qarayanız, bir də qaraşın. Lap qara olur çoxaltma dərəcəsi, çox maraqlı çoxaltma dərəcəsi, möhtəşəm adi dərəcə oldu. 1-2 A bəndi. 14 nəfər bunu düzgün yazıb. Sonra bu sözü çox zaman böyüklər də səhv yazır, amma siz indidən öyrənin. Həmişə düzgün yazın. Baxın, burada da görürük ki, sayılar bərabərdir təxminən. Ümumiyyətlə uşaqlar yadınızda saxlayın, valideyn sözündə i yoxdur. Hətta səhvlər çoxdur. Baxın, 7 nəfər səhv yazıb, 6 nəfər düz yazıb. Valideyn sözündə i hərfi yoxdur, belə yazılmalıdır. Belə sözlər olanda yadınızda qalmırsa, mütləq sətri doldurun, dəftərdə yazın çoxlu ki, yadınızda qalsın. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Biz bilirik ki, amonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. Eyni nitq hissəsinə aid olanlar, məsələn, nəticə, bir baxaq. Bax, bu nəticə eyni, hər iki cür isim olur. Bir var son, bir də var nəvə nəticə, dar. Dar sözünü saxlayıb bağ. Bir var bağ, bağça, bir də var ip. Hər ikisi isimdir. Baxın, isim. Dik müxtəlif nitq hissələrinə aiddir. Burada ikisi seçilməli idi. Ona görə baxın, bu WhatsApp-da işləyəndə uşaqlar, baxın, belə bunu fikir verin. Bir və ya daha çoxunu seçin. Əgər belə bir cavab varsa, siz ən az 2-dən seçməlisiniz. Deməli, dik sözü həm sifətdir, dik yer, həm də dikmək feil. Bu fərqlidir. Düz sözün bayaq da qeyd etdik, 5 cür nitq hissəsi olur. İsim olur, sifət olur, sonra zərf olur, feil olur. Bu da fərqli yazaq. Dar da bayaq keçdik. Bu da fərqlidir. Çünki bir var dar ağacı isim, bir də var dar gen. Bu da sifət, bu da fərqli. Ona görə siz burada baxın, qeyd edin, bir və ya bir çoxunu seçindiriksə, siz ən azı ikisini seçin. Bir seçin dar, dik, bir də düz. Hansı amonimlər müxtəlif nitq hissələrinə aid oldu? Dar, dik, düz. Keçək digər suala. Yenə də qeyd edirəm, uşaqlar, burada baxın, birini seçindiriksə bir cavab seçirsiniz. Amma digər yuxarıdakı sual kimi olsa, onda ən azı ikisini seçirsiniz. Kök, bir leksik, 2 qrammatik çəkici işləmiş sözü müəyyən edin. Kök, bir leksik, bir də 2 qrammatik. Məsələn, göy sözünə baxaq. Göy sözün kökü ir, göyərir. Göyərir deyən yox. Burada leksik şəkilçidir, ir qrammatik, göyərmək. Bir leksik, bir qrammatik. Qırıcılar, qır sözün kökü, ıcı. Leksik, lar qrammatik. Barışdırdı, barış sözün kökü dır. Leksik, dı qrammatik. Çökəklikdən sözü çök, əklikdən. Bizə lazımdır bir leksik, 2 qrammatik. Zəng sözün kökü. Zəngiləmək sözü yoxdur. Zəngiləş, bir leksik. Di, zaman, ki, şəxs. Bir leksik, 2 qrammatik oldu mu? Bəli, demək cavab oldu. A bəndi, 11 nəfər bu sualı düzgün cavab yazmışdır. Hansı sözlər yer hal şəkilsi qəbul etsə, 2 hecalı söz kimi qalacaqdır? Bu da bayaqki sualdandır uşaqlar. Burada da fikir verin. Baxın, bu hissəyə fikir verin. Bu açıq sualdır. Yəni bir neçə cavab seçilməlidir. İndi bir də sualı qayıdaq. Yiyəlik hal şəkilsi qəbul etsə, 2 hecalı söz kimi qalacaq. Yəni son saiti düşəcək. Çünki yiyəlik hal şəkilsi artanda bir heca da artmalıydı, düzdürmü? Əgər artmırsa, deməli onun son saiti düşmüşdür kökün. Bayaqki sözlərdəndir bu. Bayaq biz demişdik 2 hecalı bəzi isimlərdə son sait düşür. İndi biz burada bir neçə qaydanı yadımıza salıb bir neçə dənə söz seçməliyik. Əgər bizdən soruşulursa, yiyəlik hal şəkilsi qəbul etsə 2 hecalı olaraq qalacaq, yəni düşəcəkdir. Burada sait düşəcək. Əgər bu milli sözdürsə, hal şəkilsi düşmür. Milli sözlərdə hal şəkilsi düşmür. Bizə lazımdır hansı alınma sözlər. Əgər 2 hecalı olaraq qalırsa, bizə nə lazımdır uşaqlar? Alınma sözlər.
Bu zamanda siz həmin qaydadakı sözləri əzbər bilməlisiniz. Baxın, oğul milli sözdür, bunu çıxaq. Çiyin milli sözdür. Qayın milli sözdür. Cavab oldu şəkil, ətir, bir də eyib. Bu üç söz. İndi bir dənə nümunə də yazaq. Məsələn, biz buraya yazaq yelkal şəkilsini. Şəklin. Baxın, şəkilin olsa səhv olacaq. Şəkilin ola bilməz. Şəklin. Sonra ətrin. Baxın, iki hecalı oldu mu uşaqlar? Oldu. Çünki onun ikinci saati düşdü. Eybin. Burada da yenə i düşür, yenə iki hecalı oldu. Yəqin ki, bu aydın oldu. Əgər bu qaydanı bilmirsinizsə uşaqlar, mütləq bəzi iki hecalı sözlərdə, isimlərdə son saatinin düşməsi qaydasını açıb kitabdan bir daha oxuyun və əzbərləyin. Afaq məsuliyyətli və çalışqan idi cümləsində sifətlər hansı cümlə üzvü kimi işləmişdir? Əvvəlcə sifətlər tapaq. Burada sifətlər məsuliyyətli və çalışqandır. Afaq necə idi? Əgər burada qız sözü olsaydı təyin olardı. Amma burada qız sözü yoxdur. Afaq necə idi? Məsuliyyətli idi. Xəbər. Necə idi? Çalışqan idi. Demək xəbərdir. 16 nəfər hamı düzgün yazıb bu sualı. Afərin. Sonra keçək digər. Belə sözü hansı cümlədə əvəzlik deyil? Əgər belə sözü əvəzlik deyilsə, onda ədad olacaq. Ədad da nə edir? Təsir gücünü artırır. Belə etsən, necə etsən suala cavab verir. Bu oldu əvəzlik. Belə hadisələr, necə hadisələr əvəzlik oldu? Özünü belə fitnəkarlardan qoru. Necə? Belə. Bu da əvəzlikdir. Onun iş qaydası belədir. Necədir? Bu da əvəzlikdir. Dostları belə, cavab olur C-bəndi. Dostları belə ona salam vermədilər. Dostlar necə salam vermədilər? Ola bilməz. Bu oldu ədad. Keçək digər suala. Doğru variantı seçin. Briefing sözü 12 nəfər doğru yazıb. Bəli, briefing G olmalı sonda. Sonda olur G. Sonra burada biz qeydlər də paylaşırıq. Sonra keçək digər suala. Balaca yaman dəcəldir cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Baxın, kim dəcəldir? Balaca. Balaca söz nədir? Təbii ki, sifətdir. Onda 9 nəfər düzgün yazıb A bəndi. Keçək digər. Cümlədə hansı doğru işarələ çatışmır? Kainatın yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin problemidir. Kainatın yaranması, vergül. Açaq bunu. Kainatın yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Burada neçə vergül oldu? 3 vergül. Bəli, 5 nəfər düzgün yazıb. Keçək digər suala. Şəxs əvəzliklərinə aid bütün fikirləri müəyyən edin. Şəxs əvəzlikləri, bu da qapalı sualdır. Şəxs əvəzliklər kəmiyyətcə tək və cəm olur. Bu doğrudur. Baxın, bu doğrudur. Tək və cəm olur, o deməkdir. Mən, sən, o tək, biz, siz, onlar cəm. Biri götürürük. Bu əvəzliklərin bir qismi hallana bilmir. Hər biri hallana bilir. Mənim, mənə, səndə, onda, bizdə və s. Hallana bilir, bu yanlışdır. Üçüncü şəxsə bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur. Bəli. Tutaq ki, o dostumdur, o dağdır, nə bilim, o heyvandır və s. Yəni, hər üçü ola bilir. Daha doğrusu əşyalara aid olur, üçü götürürük. Cümlənin yalnız mübtədası ola bilir, yanlışdır. Mənə kitab gətir, kimə? Bu da oldu, tamamlıq. Bu yanlışdır. 5. Mən və biz əvəzlikləri yək aldı, digər əvəzliklərdən fərqli şəkilci qəbul edir. Bəli, olur mənim, yəni im şəkilsini qəbul edir. Bir də bizim. Bu qaydanı yadınızda saxlayın, mənim və bizim. Cavab oldu 1, 3, 5. 1, 3, 5 A bəndi idi, amma nədənsə bu suala az adam cavab verib. Cavab oldu A bəndi. Sualın özündən mi qorxublar, nədənsə az şəxs cavab yazıb. Köməkçi nitqisələrinə aid sözlərin ardıcılığı müəyyən edin. Köməkçi nitqisələrinə aid ardıcılıq cümlə verib bizə. Baxın, yazılıb ki, əlbəttə dünyanı qadınlar idarə edir, lakin tarixçilər ancaq kişilərin adını bilirlər. Maraqlı bir cümlədir bu cümlə özü. Əlbəttə dünyanı qadınlar idarə edir, lakin tarixçilər ancaq kişilərin adlarını bilir. Maraqlı bir fikirdir. Burada var, baxın, əlbəttə, köməkçi nitqisələrini tapaq, lakin, bir də ancaq. Əlbəttə modal sözdür, 1. Sonra lakin bağlayıcıdır, 2. Ancaq kişilər, təkcə kişilər məhdudlaşdırıcı ədaddır. Bu da oldu ədad 4. 1, 2, 4, 5 nəfər düz yazıb deyibəndi. Keçək digər sualla. Bunlar dünən paylaşmışdıq. Ya sambalı imtahan, buraxılış imtahan sualları idi. Ya buraxılış, ya blok. Biraz sambalı sualları idi. İndi biz digər 5-ci suala baxaq. Ələyim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Əgər ələyim sözündə
bitişdirici samit varsa, onda bu sözün kökü əl, ələmək, mən ələyim. Baxın, burada y bitişdirici samitdir. Uşaqlar, əgər bu nənəmin ələyi, yəni ələk mənasında işlənsə, məsəl üçün mənim ələyim mənasında işlənsə, mənim ələyim. Bu zaman sözün kökü yenə əldir. Bu əl belə əlləmək. Burada mən leksik şəkilçi olmalı idi bu. Ələmək. Demək, ələyim olsa, onda belə olacaq. Əl, ələ, ələk, leksik şəkilçi, imdə nə olacaqdı? Mənsubə şəkilçisi. Amma buradakı k şəkilçi olacaqdı. Bitişdirici samit yox. Bunu yadımızda saxlayaq. İndi cavablara baxaq. İki leksik, bir qrammatik şəkilçidən ibarətdir. İki leksik, bir qrammatik. Onda bitişdirici samit yox, bu olur. Baxın, isim ələk olur. Ona görə bu yanlışdır. İki leksikdirsə isim olur, bu yanlışdır. Çünki burada bitişdirici samit yoxdur. Amma bizdə deyir ki, bitişdirici samit olan deyir, nəzərdə saxla. 2. Əvvəlli mənim əvəzli işlənə bilər. Bax, mənim əvəzliyi hansında işlənir? İsimdə. Bu da yanlışdır. 3. Təsriflənən feildir, əmr şəklindədir. Bəli, bax, mən ələyim. Nə edim ələyim? Burada biz dedik ki, ələmək, deməli, əmr şəklindədir. Bu doğrudur. Həm də təsriflənən feildir. Birinci şəxsin təkində işlənir. Bəli, mən ələyim. Bu da düzdür. 5. Feilli xəbərin ifadə vasitəsi ola bilər. Bəli, feilli xəbərin ifadə vasitəsi təsriflənən feildir. Feillərdir. Bu da təsriflənən feil olduğu üçün bu da doğrudur. 3, 4, 5. Görək. Bir nəfər düzgün yazıb bunu. Təəssüflər olsun. C bəndi olmalıydı. Yəqin ki, uşaqlar, sizə bunlar aydın oldu. Bugünkü suallar isə hələ dim topludan paylaşmamışıq. Birazdan paylaşarıq. Bir də düzgün yazmağı birlikdə öyrənək suallarla. Burada səhifə olmalıydı. Səhifə 4 nəfər bunu düzgün yazıb. Və başqa bir də qeydlər idi. Qeydlərdə dəftərinizə yaza bilərsiniz. Bugünkü suallarımızın izahı bu qədər uşaqlar. Birazdan yenə WhatsApp kanalımızda suallar paylaşacağıq. Və həm WhatsApp kanalına, həm Telegram kanalının linklərini açıqlama bölməsində yazacağıq. Siz də oradan keçid edib səhifələrimizə girib buradan suallar işləyə bilərsiniz. Qeyd edim ki, Telegram kanalımızda da hər gün 9-lara aid sınaqlar paylaşılır. Əgər sizə faydalı oldusa, yararlı oldusa, bəyəni paylaşmağı unutmayın. Əgər başa düşmədiyiniz bir hissə varsa, şərhləri qeyd edin. Sağ olun.